elə bir məsələdir ki, buna konkret cavab vermək çətindir. Bir neçə yoldaşlarla, dostlarla söhbət eləmişik bu barəsində. Sir deyil və açıqlamağı düşünürəm ki, problem olmayacaq. Bilirsiniz kimi torpaq orada hal-hazırda Heydər Əliyev adlanan stadiondan söhbət gedir əlbəttə ki. Bildiyiniz ki, mən ölkədə təklik stadion var ki, 4 tərəfi azarkeş tutumu olan stadiondur. Orada zamanında Interpol çempionatı keçirildi. Cüneyt Çakır'dan belə ilk oyun apardığı bir stadiondur. Biz həmişə o stadionla fəxr etmişik, imişli olaraq. Amma bu günləri o torpaq həmkarlar təşkilatına, təşkilat vərək hər kəsə məlumdur, ona məxsusdur. Mülki isə, əmlaki isə, beləliklə, binası isə MKT şirkətinə məxsusdur. Biz ümumi olaraq razılığa gələ bilmirik. Həmkarlar satış etmək istəmir və MKT ilə də beləliklə bir rəqabəti var, görsənməyən bir rəqabəti var. MKT bəlkə nəyəsə satır, amma ona məxsus olmayan bir şey satır. MKT ilə bağlı çətinliyimiz yoxdur. Bəlli bir məbləğ deyib, çox düzdür, dəyərindən çox yüksəkdir o qiymət, amma biz sərf edir onu almaq. Amma nə satdığını bilmirik də. Bunu satmaq üçün siz də məncə bir şey alanda onun sizə məxsus olmasını istəyirsiniz ki, bunu sabahları mən Bakıda satıla bileyim və yaxud da nəsə bundan istifadə edə bilim, başqa təyinat üzrə cariyə verə bileyim. Yəni ki, bu baxımdan çətinliyimiz yaranır ki, ortaq razılığa gəlmir. Əvvəllər amma daha rahat olur. Onu bildirim ki, bəzi stadionlarımız var ki, həmkarların balansında olur, onlar çox cüzdü məblərlə, bəlkə də simbolik bir rəqəmlə onu kluba verirlər. Bizdə isə bu çətinliyimiz var. Biz bunu Gənclər İdman Nazirliyinə də bağlı qarşısında vəsatət qaldırmışıq. İcra hakimiyyətinin qarşısında belə bildirmişik ki, belə bir çətinliyimiz var. Sadəcə də hələ ki bunun həll edə bilmirik, həlli yolunu tapa bilmirik. Bəlkə bizdən asılı olan bütün addımları atmışıq demək olar. Yəni sizin bildiyiniz, bəlkə də bilmədiyiniz bütün variantları eləyirik ki, şəxs əlaqələri fonusuna. Hamı bütün əlaqələr. Təklif eləmiş ki, biz belə normal pul ödəyirik bu stadionada. Həmən pulu sizə də ödəyə bilərik, bəlkə də artığını da ödəyərik. Ki, ümumiyyətlə orada biz belə düşünürük ki, Qubada bizim azarkeş kütləmiz yox idi. Və biz birinci liqada həmən stadionda kifayət qədər ciddi bilet satışı edirdik. Biləsiniz ki, 3000 azarkeş gəlirdi, özü tanış oldu. Gelib bilet alırdı, 1 manata qoyulurdu düzdür bileti. Amma rahat şəkildə hamı psixoloji olaraq hazırdı. Gelirdi biletini alırdı, keçib oyuna baxırdı. Ən az bilet satında 2000 bilet satırdı. 2000, 3000, 5700-ə gəlin nəfər yaxın belədəkdə iştirakçı olmuşdu. Biz oradan o tərəfin də, maddi tərəfində düşünmüşük ki, buradan biz gəlir gətirə bilərik əslində, amma çox təəssüf ki, hələ bunun həlli tapılır və Futbolun İnkişaf Fonduna da dəfələrlə müraciət eləmişik, AFFA-ya da müraciət eləmişik bu ilə bağlı. İnanıram ki, mən yaxın gələcəkdə bu məsələ kökündən həll olunacaq. Yəni, belə davam edə bilmir. Biz də başa düşürük ki, stadion var, amma çox təəssüf ki, həmin rayonun komandası burada oynaya bilir. İnşallah biz də ümid edirik.